Range Rover'ın qatili, Range Rover'ın satışlarını yerlə bir eləyən həmin o Li Xiang. Li Xiang müəllimin, milyarder Li Xiang müəllimin düzəltdiyi bu şedevr. Motor da BMW motoru qardaşım. Bu maşını Range Rover ilə müqayisə etməyim ədəbsizlik sayılır hətta, deyərdim. Yəni belə pis maşını mən Land Rover'i aşağılamıram. Yəni ona qalsa mən özüm elə Range Rover sürürəm. Sadəcə olaraq bilirsiniz məsələ nədir? Burada məsələ odur ki, bu maşın çox üst səviyyədir. Yəni bunda olan funksiyaların yarısı Range Rover'da yoxdur. Saydıqca bitmir. Bu maşın yəni böyük bir maşındır. Yəni şedevrdir. Hal-hazırda biz Li 9'dayıq və ən bahalı segmentdə, premial segmentdə, ucuz da deyil, $60.000 başlayır bu maşının qiyməti. Və bu maşında bütün funksiyalar əlbəttə ki yerini tapır. Məsələn, hazırki gördüyünüz bax bu maşında 6 yerlik bir belə deyək, şərait qurulub. Yəni 6 oturacaq var. İkinci sırada da görürsünüz də oturacaqları ayrıblar. Li 7'də və Li 6'da isə tamamilə başqadır. Yəni 2 sıralıqdır və ənənəvi 5 nəfərlik. Təkərlər Michelin. Podnoşka açılır. Sanki avtomobil bortunda deyilsən, yəni təyyarədəsən. Çox rahat, çox gözəldir. Şedevr də bu maşın, sözün həqiqi mənasında. Yəni buradakı şərait isə əməlli başlı premial modeldir. Çünki belə bir şeylər, belə bir şərait ancaq təbii ki Maybach səviyyəsində əlbəttə ki qurulur avtomobillərdə və bu səviyyə də bu maşında var. Bu maşını əldə etmək üçün isə nə etmək lazımdır? Li avtosalonuna gələn istənilən bir müştəriyə əlbəttə ki, həm Li 6'sına, həm Li 7'sinə, həm Li 9 alanına $200 indirim olacaq. Bax bizim kanaldan gələnlərə. Eyni zamanda bax bu şarj aparatı $200'dır, orijinaldır. Yəni qeydirmə bir şey deyil. Sədərəkdən almamışıq. Bax bu da hədiyyə olacaq. Eyni zamanda bir dənə xırda, bir dənə qəşəng, bax belə simvolik taşqa. Yəni son olaraq bax bu günlük. Li 6'ya, Li 7'ye və Li 9'a uyğundur. O da hədiyyə ediləcək. İndi isə gəlin bu maşınların fərqindən danışaq. Li 9 və Li 7 ultralar. Bax bunların fərqlərini deyəcəm sizə. 5 metr 20 santim və 5 metr. Və aralarındakı olan böyük bir fərqlər nədir? Ekranlardır, monitorlardır, OLED və LED ekran. Və eyni zamanda da bu maşın 6 nəfərlikdir. Və ikinci sıradan bayaqlarda gördünüz ki, yəni ayrı oturacaqlar var, ara kəsmə var ki, üçüncü sıraya keçəsiz. Burada isə əlbəttə ki 5 nəfərlik bir ənənəvi segmentdir. Bu Li 9'un ən ənkə variantıdır. Ultranın ultrası, yəni ən bahalısı. $63.500'dır bax bu maşın. Tam fullun fullu. Və Li 7'nin ultrası isə əlbəttə ki ucuzdur. Bu isə sizə təqdim olunacaq $53.000 Li avtosalonunda. Li 6 Max və Li 6 Pro. Ən ucuzu bax budur. Ən əlçatanı $39.000'dır. Bu isə $44.000'dır. Bunların arasında isə çox cüzi bir fərqlər var. 6 Max'da məsələn lidar var. Pro'da yoxdur. Eyni zamanda soyuducu məsələsi. Soyuducu 6 Max'da var, Pro'da yoxdur. Və ona görə də əlbəttə ki bu qiymət fərqləri var aralarında. Və son olaraq da təbii ki disklərdən danışacağıq. Təkər radiuslarından, hansı ki bunda disk 21'li idi, digərində isə 20'li idi. Və bu maşınları əldə etmək üçün isə bax bu nömrəyə zəng eləyəcəksiniz. 050 444 66 04. Hara zəng eləyəcəksiniz? Li Avto salonuna. Avtomobilləri nəqd və köçürmə ilə də əlbəttə ki əldə edə bilərsiniz. Eyni zamanda kredit də var. Təbii ki indi leasingdən illik 18%-lə və modellərə uyğun olaraq, qiymətlərə uyğun olaraq ilk 30%-ni ödəməklə bu maşınlara sahib ola bilərsiniz. Bax belə.